Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U11 Liqası Qarabağ Binə görüşünü sizlərə təqdim edirik. İnanırıq ki, bugün hər iki komanda gözəl oyunla bizləri, futbol azarkeşlərini sevindirəcək. Qarabağ görüşün ilk dəqiqələrindən hücuma atılır. Və indi qayda pozulur. Gəlin komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə bizlərə qonaq komanda Binə göstərilib. Qapıda 99 Sadiq Sadiqov, 5 Əli Bəbirzadə, 7 Raul Səfər, 11 Nihat Ağayev, 9 Məhəmməd Sahabov, 19 Musa Xanbabayev, 10 Adil Cəfərzadə, baş məşqçi Anar Kərimov. Digər oyuncular 6 Eldəniz Axundov, 14 Ayaz Əliyev Əlizadə, 8 Rinat Heydərov, 44 Süleyman İlyaslı, 20 Abbas Əlizadə, 17 Çingiz Abbasov, 18 Adəm İbayev, 55 Yusif Əliyev, 12 Murad Səfərli, 77 Əhməd Hüseyndir. Qarabağda yox, hakim davam işarəsini verir. Qarabağda qapıda 99 top oyuna daxil edir. Mişa Şunin, 11 Mikail Quluzadə, 20 Mustafa Mustafayev, 23 Məhəmməd Səfərov, 14 Amir Rıza, 55 qapıya zərbə indirir. Onun adını çəkir Geçkin. Həsənov təhlükəli zərbə ilə yatdı qalır. Hakim bildirir ki, son toxunuşu qapçı Sadıq etmişdi. 15 Eşkin Həsənov, 66 Nürəddin Hüseynov komandanın baş məşqçisi Rafael Yusufovdur. Digər futbolçular 1 Onur Məmmədli qapçı, 17 Yusif Daşdəmirov küncüdən top oyuna daxil edilir. 10 Sədrəddin Daşdəmirov, 19 Akşin Mirzəzadə, 5 Süleymanlı, 16 Harun Mustafazadə, 30 Rəsul Həsənov. Binə komandası sol cinahdan hücum qurmağa çalışır. Raul topu itirsə də sona qədər mübarizə aparır və Binə topu qazanır. Adildən zərbə Məhəmməd blok qoyur. Eşkin Həsənov sürətlə ötürməsi keçmir. Əliyə dəyən top meydana tərk edir. Mişa qapçı topu oyuna daxil edir. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Adil qapıya zərbə və imkan axtarır və indirir qapçı Mikail Şunin. Mişa Şunin, üzr istəyirəm, 2 cəhətli topu qazanır. Out. Outdan Raul Səfər. Bu dəqiqələrə qədər görüşün fəal futbolçularından biridir. Məhəmməd ötürmə gözləyirdi. Hər şey bu episodda Məhəmməd üçün yaxşı qurtarıb. Səhhəti ilə bağlı problem vardı. Yenidən yaşıl meydanlarda onu görmək bizim üçün çox xoşdur. İndi qapı istiqamətinə zərbə və top qapıdan keçir. Görüşün 7-ci dəqiqəsində Binəlilər qol vurur. Nihat Ağayev. Bir anlıq mən də topun meydanı tərk etdiyini gözləyirəm, amma bu belə olmur. Nihat Ağayev görüşün 7-ci dəqiqəsində Binəliləri hesabda önə çıxarır. Vurulan qolun təkrarı bizlərə bir daha təqdim olunur. Önünü boşaltdı, ona mane olan yox idi və uzaq küncə dəqiq zərbə indirir və mərkəzdən topu oyuna daxil edir. İnanmaq istərdi ki, bundan sonraki dəqiqələrdə hər iki komanda gözəl oyunla yətdə qalacaq. Məhəmməd Sahabov ona qarşı qayda pozulur. Osimhenə də bənzəyir Qalatasarayın futbolçusuna. Yaxın vaxtlarda Məhəmməd bu üz maskasından qurtulacaq, yenidən öz futbol karyerasına sağlam şəkildə davam edəcək. Bunu çox istərdik. Gol TV'nin simpatiya bəslədiyi oyunculardan birini Binəlilər. Topu qapıya zərbə, qapçı ayaqlara reaksiya. Nihat Ağayev qüvvətli zərbə indir, amma Mişa Şunin hər zaman Qarabağın qapısını qorumağa hazırdır. İstənilən vaxt zərbə indirsən, Mişa Şunin səttini keçmək o qədər də asan olmayacaq. Düzdür, Binəlilər bir dəfə bunu ediblər. Yəqin ki, Mişa həmin epizodda indi qapıya zərbə, Sədrəddin hesabı bərabərləşdirə bilər. Qapçı Sadıq yaxşı oynayır. Artıq ikinci dəfədə komandasını qoldan xilas edir. İkinciden zərbə yerinə yetirməlidir.
Sadiqov bu dəqiqələrdə qapısını toxunmaq saxlaya bilib. Bir neçə dəfə Qarabağın futbolçuları buna yaxınlaşmışdı. Hər ki cəhdi uğursuz olmuşdu. Nihat. Sədrəddin qapıya zərbə, qapçı Sadıq bu dəfə də keçilməz olduğunu nümayiş etdirir. Gözəl qurtarış, zərbə də gözəl idi. Sədrəddin Daşdəmirov onun qapıya ikinci təhlükəli zərbəsi idi. Akşin out atışına yerinə yetirəcək. Qapıya daha bir zərbə Sədrəddindən gəlir. Görüşü idarə edən hakimi sizə təqdim etmədim. Səbuhi İbrahimzadədir, gənc hakimimizdir. Ona da hakimlik karyerasında uğurlar arzu edirik. Amirdən irəliyə doğru. Ötürmə yox, qayda pozulmadan hakim davam işarəsini verir. Adilin ötürməsi yenidən divar. Qısa ötürmələr izləyir. Qarabağ topu qazanır. Mustafa'dan ötürmə Eşkin rəqibini gözəl şəkildə keş qapçında Allah'tı qapıya zərbə və gol. Və burada Eşkin Həsənov alqışlamaq lazımdır. Çox gözəl oyunla yadda qalır. Komandasının bərabərlik qolunu vurur. Bəli, sona qədər oynadı və öz nəticəsini görür. Yenidən bir-birlik bərabərlik var və vurulan golun təkrarı bizlərə bir daha təqdim. O Mikail topu qazanır. Mustafa'dan əla bir ötürmə Eşkin topu gözəl şəkildə buraxdı. Qapçını da keçdi. Topu bu cür qapıya göndərir. Dərhal da mərkəzə qaçaraq topu oyuna tez daxil edilməsini istədi. Outdan Eşkindən daha bir zərbə. Küncüdən bəli. Hakimin də diqqətindən yayınmır. Küncüdən zərbə yerinə yetirilməlidir. Sol tərəfdən Eşkin topu buraxır. Yox, Eşkin digər topunu da alacaq. Getdi Eşkin. Bu dəqiqələrə qədər səhv etmirəmsə ən çox elə Eşkinin adını çəkmişdim. İkinciden zərbə ilə Eşkin Həsənov topu oyuna daxil edəcək. Bərabərlik qolunun müəllifi içəriyə doğru ötürmə. Müdafiəçilər topu uzaqlaşdırır. Qarabağ. Və beləliklə hörmətli futbol azarkeşlər ilk hissə başa çatır. Qısa fasiləyə ayrılırıq. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Qarabağ Binə görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə tərəflər hərəyə bir gol vurdu. Əvvəlcə Binə hesabı açdı. Nihat Ağayev topu uzaq küncə göndərmişdi və ilk hissənin sonlarına yaxın Eşkin Həsənov bərabərlik golunu vurdu. İnanırıq ki, ilk hissədə olduğu kimi ikinci hissədə hər komanda gözəl futbolla yadda qalacaq. Sadıq top oyuna daxil edir. Out. Mikail top oyuna daxil edir. Sədrəddin sona qədər oynayır meydanda ikinci top var, amma bu adət etdiyimiz bir haldır. Hakim oyunu davam etdirir. Sədrəddin qapıya zərbə, qapçı Sadıq yaxın küncü bağlamışdı. Bu dəfə də topun qarşısını kəsir. Çingiz də oynayır. Qarabağ topu qazanır. Yusif Sədrəddin istiqamətini yenidən Yusif qapıya zərbə, qapçı amma o qədər də qüvvətli olmur. Top meydanı tərk edir. Küncdən zərbə ilə Yusif topu Mikailə verir. Mikail dərhal da indi ev tapşırıq izləyə bilərək Yusifdən içəri qapıya yaxın küncə təhlükəli zərbə indirir. Sadıq daha bir künc zərbəsi. Sədrəddin qapıya zərbə. Yox. Öz qardaşı üçün əlverişli imkan yaratmışdı. Sədrəddin Yusifin zərbəsi isə görürük topu qapının üstündən vurur. Raul. İki oyuncu var indi, ondan top almağa çalışırdılar. Yusif bir qədər qarışıq bir vəziyyət yaranmışdı. Bu epizodda out top meydanı tərk edib. Mikail dərhal da başlayır. Daha bir Qarabağ hücumu yox. Qapıya uzaqdan zərbə, qapçı. Əla reaksiya.
Çox təhlükəli. Zərbə indirilmişdi. Süleyman idi. Səhv etmirəmsə. Qapıya zərbə vuran futbolçu Sadıq mı? Zərbənin qarşısını kəsdi, amma epizodun təkrarını izləmək bizim üçün maraqlı olar. Bəli, həmin epizodun təkrarı bizlərə bir daha təqdim olunur. Bəli, Süleyman idi qapıya. Səhv etmirəmsə son toxunuşu Sadıq etmişdi. Çox inanılmaz bir qurtarış. Sadiqov. Bəlkə də digər yaxşı oyunlarından söhbət aça bildi. Qayda. Yox, hakim görüşü davam etdirir Eşkin. Oyunu davam etdi. Ötürmə Sədrəddin, istiqamət Sədrəddin. Qapıya zərbə və top qapıya. Daxil olur Qarabağ. Oyunda hesabda önə çıxır. Bir anlıq həmin epizodda qayda pozuntusu gözləyirdim, amma hakim bu epizodda oyunu davam etdirdi. Sədrəddin Daşdəmirov isə bu fürsəti qaçırmır Eşkin. Məhsuldar ötürmə ilə yatdı qalır. Buradan qolun təkrarı bizlərə bir daha təqdim olunur. Əgər Eşkin ilk toxunuşu topu edibsə, zənnimcə qayda pozuntusu yoxdur, amma tam aydın şəkildə də bu epizodu görə bilmirəm. Digər kamera olsaydı qol vurulan kamera istiqamətindən daha dəqiq demək olardı. Bugünkü oyundan zövq almağa çalışırıq. Daha bir ötürmə. Sədrəddin istiqamətinə qapçı. Sona qədər oynuyor. Daha bir zərbə Eşkindən gəlir. Topu qapının üstündən vurur. Raul. Eşkin. Əlini keçmək mümkün olur bu epizodda. İki oyuncunu onu aldatmasına imkanı vermir. Outdan top oyuna dərhal daxil edilir. Eşkin istiqamətinə. Əli. Yox, qayda pozulmur. Çox təhlükəli bir epizodda ötürməyin Eşkin, yanma yox qapçı. Sadıq topu irəli vurur. Süleyman istiqamət edilmiş ötürməkdir. Abbas. Mikail. Abbas bu epizodda sona qədər oynamağa çalışır. Mikail topu qazandı. Eşkin istiqamət Eşkin. Solla. Hücumun cinahını dəyişməyə çalışırdı qapıya zərbə. 20 nömrəli oyuncu Mustafa. Bəlkə də bu ötürməni gözləmirdi. Sadıq topu oyuna daxil edir. Qarabağ ilə əllə çoxalmağa çalışır. Raul. İləliyə doğru. Ötürmə Əli, qapçı. Sadıq. Binənin 99 nömrəli qapçı bugün inanılmaz qurtarışlarla yətdə qaldı. Nihat topu meydanda belə saxlaya bilir. Amir ona qarşı mübarizə aparır. Ötürməsi yaxşı alınmır. Daha bir zərbə qapçı. Bu topun qarşısını kəsir. Onur Məmmədli qapıdadır. Daha bir yerlə ötürmə. Həm zərbəyə bənzirdir, həm də ötürməyə. İndi Qarabağ sağ cinahdan təhlükəli gələ bilərdi. Sol cinaha doğru ötürmə. İndi oyundan kənar vəziyyət yox. Qapçını keçdi qapıya. Yox, zərbə alınmır. Raul bu epizodda nələr edir? Topu boş qapıdan çıxarır. Əgər binəllər bundan sonraki dəqiqələrdə bir gol vurarsa məsələ görüşün qəhrəmanı Raul olacaq. Bəli, az öncəki epizodun təkrarını izləyirik. Mustafa, bəlkə də o da artıq topun qapı xəttini keçirini düşünürdü. Yəqin ki, hər birimiz bu görüşü izləyənlər artıq Qarabağın növbəti qolunu görə bilərdi, amma Raul buna imkanı vermir. Eldəniz cəlmə zərbəsindən topu oyuna daxil edəcək. Qapıya yaxın küncə göndərməyə çalışırdı. Hörmətli futbol azarkeşləri, artıq görüşün sonlarına doğru gedirik. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Bir də 7 nömrəli futbolçu Raul Səfər oyunun ulduzu isə bugün bir qol və bir məhsullar ötürmə ilə yətdə qalan Qarabağın 55 nömrəli futbolçusu Eşkin Həsənovdur. Və beləliklə Eşkin Həsənov
oyunun ulduzu seçildiyi üçün Gol TV-nin təşkil etdiyi FIFA 2026 turnirinə vəsiqə qazanır. Onu da bu münasibətlə təbrik edirik. Və beləliklə görüş başa çatır hörmətli futbol azarkeşləri və görüş ərzində vurulan qolları bir daha xatırlayaq. İlk hissədə Nihat Ağayev hesabı açdı. İlk hissənin sonlarına yaxın Eşkin Həsənov bərabərlik qolunu vurdu və ikinci hissədə Eşkin Həsənovun ötürməsindən sonra 10 nömrəli futbolçu Sədrəddin Daşdəmirov topu qapıdan keçirir və görüşdə 3 qol vurulur. Qarşılaşma isə elə bu hesabla başa çatır. Bizə ayrılmış vaxtda başa çatır. Sağ olun, sağlam olun gələn görüşlərədək.